Bu il dövlət proqramı çərçivəsində 500 tələbə xaricdə təhsil alacaq. Bunu Elm və Təhsil Nazirinin müavini Həsən Həsənli jurnalistlərə açıqlamasında deyib. Nazir müavini qeyd edib ki, dövlət proqramı çərçivəsində bugünə qədər artıq 2000-dən çox gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Bu gənclərimizin böyük potensiala, böyük imkanlara malik olduğunun sübutudur və biz hesab edirik ki, bu ali təhsil müəssisələrində təhsil alan gənclərimiz geri döndükdən sonra ölkəmizin inkişafına, rifahına töhfə verəcəklər və hamımızı sevindirəcəklər. Bu il 500 tələbə seçilibdir bu proqram çərçivəsində təhsil almaq üçün. Onlardan 155-i dünyanın 10 ən yaxşı universitetində təhsil alacaqlar. Amma hər kəs bilir ki, digər tələbələrimizin də qəbul olduğu proqramlar dünyada ən rəqabətli proqramlardır. Nazir müavini Bakı Qızlar Universitetinin pedaqoji heyətinin taleyi və tələbələrin köçürülməsi ilə bağlı sualı isə belə cavab verib. Akreditasiya Şurasının qərarı hamıya məlumdur və həmin ali təhsil müəssisəsində təhsil alan tələbələrin köçürülməsi ilə də bağlı proseslər davam edir. Bu prosesin ortasında hər hansı məsələləri şərh etmək mən düşünürəm ki, bir o qədər səmərəli deyil. Biz gözləməliyik ki, bu proses yekunlaşsın. İlk növbədə tələbələrin təhsillərini davam etdirə bilməsi üçün bu işlər tamamlanmalıdır. Siz qeyd etdiyiniz məsələlərə də mən düşünürəm ki, baxılacaqdır, nəzərə alsaq ki, həmin heyətin yəqin ki, fəaliyyətini davam etdirməməsi ilə bağlı Elm və Təhsil Nazirliyinin də məlumatı olacaqdır. Nazir müavini qeyd edib ki, tələbələrin hamısının bir universitetə köçürülməsi mümkün olmayacaq. Hər bir tələbənin hansı universitetə köçürüləcəyini isə hazırki mərhələdə açıqlamaq çox çətindir, deyə əlavə edib. Şəhla Poladova, Vüsal Həşimov, Kəmal Əli Muradova, Xəzər xəbər.